bürcü 15 aprel 2026-cı il. Əgər nəsə gözlədiyiniz kimi getməzsə narahat olmayın. Əsas odur ki, xırdalıqlara diqqətli olsanız və qərar verməyə tələsməyəsiniz. Səhər işdə kiçik çətinliklərlə qarşılaşa bilərsiniz. Lakin onlar sizi çaşdırmayacaq, vəziyyəti tez anlayacaq və hər şeyi düzəltməyin yolunu tapacaqsınız. Unutmayın, əgər şərait əvvəlcədən qurduğunuz plana sadiq qalmağa imkan verirsə, məhz elə etmək lazımdır. İmprovizasiya və cəsarətli eksperimentlər üçün də bu gün uyğun deyil. Pul məsələlərində xüsusilə ehtiyatlı olun. Böyük alış-verişləri, riskli investisiyaları və şübhəli razılaşmaları təxirə salmaq daha yaxşıdır. Hətta sizə cəlbedici görünən təklif alsanız belə tələsməyin, fasilə verin və hər şeyi diqqətlə düşünün. Maliyyə ilə bağlı hər şeydə təmkin və hesablı davranmaq vacibdir. Buğa bürcü 15 aprel 2026-cı il. Özünüzü toplayın. Bugün buna ehtiyacınız olacaq. Səhərdən hiss edəcəksiniz ki, işlər gözlədiyinizdən daha çoxdur. Planlaşdırılan tapşırıqları əlavə olaraq təxirə salına bilməyən yeni məsələlər ortaya çıxacaq. Ola bilər ki, yaxınlarınızın köməyinizə ehtiyac olsun və bir müddət işlərdən yayınmalı olasınız. Buna mane kimi baxmayın. Əmin olun ki, iş məsələlərini daha sonra həll edə biləcəksiniz. Eyni anda çox işlə məşğul olmaq diqqətsizlikdən səhvlərə yol aça bilər. Tələsməyin, vacib sənədləri və rəqəmləri yoxlayın. Qərar verməzdən əvvəl detalları dəqiqləşdirin. Gün ərzində baş verən hər şeyə diqqətlə yanaşın. İlk baxışdan əhəmiyyətsiz görünən hadisələr belə gələcəkdə ciddi nəticələrə səbəb ola bilər. Əkizlər bürcü 15 aprel 2026-cı il. Günə tək başına öhdəsindən gələ biləcəyiniz işlərlə başlayın. Sizi nə qədər az yayındırsalar, bir o qədər yaxşıdır. İş münasibətlərində çətinliklər və fikir ayrılıqları mümkündür. Uzun mübahisələrdən qaçmağa çalışın. Onlar yalnız vaxtınızı və enerjinizi alacaq. Üstəlik indi haqlı olduğunuzu sübut etmək çətin olacaq. Halbuki bir qədər sonra bu hamıya aydın olacaq. Günün birinci yarısı maliyyə baxımından uğurlu olacaq. Pul daxil olmaları mümkündür. Həmçinin yeni qazancı imkanları yarana bilər. Bu vaxt alış-veriş üçün də uyğundur. Xüsusilə də əvvəllər düşündüyünüz şeyləri almaq üçün. Xərçəng bürcü 15 aprel 2026-cı il. Günün əvvəlində mənfi emosiyalara qapılmamağa çalışın. Keçmiş səhvlərlə bağlı xatirələr və düşüncələr sizi çaşdıra, özünüzə inamınızı azalda bilər. Bəzi xərçənglərə elə gələ bilər ki, planları səy göstərməyə dəyməz və geri çəkilmək daha yaxşıdır. Bu hisslərə təslim olmayın. Uğurlarınızı xatırlayın və çətinlikləri necə dəf etdiyinizi düşünün. Müsbət əhval sizə irəliləməyə kömək edəcək. Cari işləri sakit tipdə yerinə yetirin. İmkan varsa ciddi öhdəliklər götürməyin. Hər sahədə, xüsusilə maliyyə məsələlərində ehtiyatlı olmaq sizi xoşagəlməz vəziyyətlərdən qoruyacaq. Şir bürcü 15 aprel 2026-cı il. Günün əvvəlində yaranacaq çətinliklərə görə narahat olmayın. Ən vacibi odur ki, çox şey sizin davranışınızdan asılı olacaq. Əgər sakit qalmağı və təxribatlara uymamağı bacarsanız, ciddi problemlərdən qaça biləcəksiniz. İşdə mübahisəli vəziyyətlər yarana bilər və bu sizdən təmkin və diplomatiya tələb edəcək. Münaqişələrdən uzaq durmağa, ünsiyyətdə gərginliyi azaltmağa çalışın. Xoş münasibətləri qorumaq üçün mehriban davranmaq sizə kömək edəcək. Qız bürcü 15 aprel 2026-cı il. Səhəri xüsusilə məhsuldar keçirməyə çalışın. Günün birinci yarısında sizə daha çox enerji, aydın düşüncə və özünə inam olacaq. Diqqət və qətiyyət tələb edən ən vacib işlərə məhz bu vaxt başlayın. İşgüzar danışıqlar uğurlu olacaq. Siz düzgün sözləri tapacaq və argumentlərinizi inandırıcı şəkildə təqdim edəcəksiniz. Qarşı tərəfdə müsbət və konstruktiv yanaşacaq. Son vaxtlar özünə şübhə edən qızlar yenidən inam qazanacaq və bacarıqlarının dəyərini anlayacaqlar. Tərəzi bürcü 15 aprel 2026-cı il. Əgər nəsə planlaşdırdığınız kimi getməzsə, əsəbləşməyin və ümumiyyətlə emosiyalarınızı nəzarətdə saxlamağa çalışın. Bugün əhvalınız dəyişkən olacaq və kiçik hadisələr belə sizi asanlıqla tarazlıqdan çıxara bilər. Həmkarın təsadüfi sözü, məktubda uğursuz ifadə və ya kiminsə baxışı sizə həmişəkindən daha çox incidə bilər. Bu xüsusiyyəti nəzərə alaraq hər şey ürəyinizə salmamağa çalışın. Yeni böyük layihələrə başlamaq məsləhət deyil, amma əvvəl başladığınız işləri uğurla başa çatdıra bilərsiniz. Gündəlik və rutin tapşırıqlar sənədlərin qaydaya salınmaq və gecikmiş məktublara cavab vermək sizə asan gələcək. Əlavə narahatlıqlardan uzaqlaşdıracaq. Əqrəb bürcü 15 aprel 2026-cı il. Gün sizə çoxlu xoşanlar bəxş edəcək. Səhərdən hiss edəcəksiniz ki, son vaxtlar yığılan daxili gərginlik azalır. Düşüncələriniz daha aydın olacaq. Daxili sakitlik artacaq. Əgər sizi narahat edən şübhələr və qorxular varsa, onlardan qurtulub qəti addım ata biləcəksiniz. Peşəkar sahədə cazibədar imkanlar yarana bilər. Bu maraqlı layihəyə dəvət, vəzifənin artıq və ya təsirli bir insanla tanışlıq ola bilər. Bu fürsəti qaçırmayın. Çünki təsadüfi görünən hadisə gələcəkdə həyatınızda dönüş nöqtəsinə çevrilə bilər. Oxatan bürcü 15 aprel 2026-cı il. Səhər intuisiyanız sizə vəziyyətin uğurlu olduğunu hiss etdirəcək və yanılmayacaq. Sizi həqiqətən yaxşı bir gün gözləyir. Lakin hadisələri sürətləndirməyə və çox işi bir günə sığışdırmağa çalışmayın. Əksinə sakit və ölçülü temp sizin ən yaxşı köməkçiniz olacaq. Bir çox oxatanlar uzun müddətli təxirə saldıqları işləri nəhayət tamamlayacaqlar. Köhnə planlar və yarımçı qalan məsələlər irəliləyəcək və siz onların nə qədər asan həll olunduğuna təəccüblənəcəksiniz.
Oğlaq bürcü 15 aprel 2026-cı il. Dərhal ən vacib işlərə diqqət yönəltməyə çalışın. Bu asan olmayacaq. Çünki diqqətiniz tez-tez yayınacaq və bir işdən digərinə keçmək istəyi yaranacaq. Bu işi yarımçıq qoyub digərinə keçmək riski var. Günün sonunda heç bir işi tamamlamadığınızı görə bilərsiniz. Bunun qarşısını almaq üçün səhərdən prioritetləri müəyyənləşdirin və onlara sadiq qalın. Həmkarlarla münasibətlər qurmaq bir qədər çətin olacaq və bu qismən sizin davranışınızla bağlı olacaq. Siz lazımsız mübahisələrə meyilli ola bilərsiniz və bu yalnız vaxt itkisinə səbəb olacaq. Haqlı olduğunuzu sübut edə bilərsiniz, amma sonradan aydınlaşacaq ki, mübahisələrsiz də keçinmək olardı. Dolça bürcü 15 aprel 2026-cı il. Gün bir qədər narahat və çətin keçəcək, amma bütün bu sınaqların öhdəsindən gələcəksiniz. İndi uzaq gələcək haqqında xəyal qurmaq və ya keçmişə qapamaq məsləhət deyil. Ən yaxşısı cari işlərə fokuslanmaqdır. Çünki uzun müddətdir alınmayan işləri uğurla başa çatdırmaq şansınız olacaq. İşgüzar münasibətlərdə seçici olmaq lazımdır. Əvvəllər yaxşı anlaşdığınız insanlar gözlədiyiniz kimi davranmaya bilər. Fikir ayrılıqları və anlaşılmazlıqlar mümkündür. Ünsiyyətdə ehtiyatlı olun. Sözlərinizi diqqətlə seçin. Balıqlar bürcü 15 aprel 2026-cı il. Gün uğurlu keçəcək. Xüsusilə işgüzar ünsiyyət baxımından. Səhərdən sözləri asanlıqla tapacaq və qarşı tərəflə rahat anlaşacaqsınız. Danışıqlar çox məhsuldar olacaq və əvvəllər mübahisəli görünən məsələlərdə belə razılıq əldə edə biləcəksiniz. Əgər qeyri-adi yanaşma tələb edən tapşırıqlar varsa, onları cəsarətlə yerinə yetirin. Orijinal ideyalarınız ard-arda gələcək və siz onların necə aydın və real plana çevrildiyinə təəccüblənəcəksiniz.